Salam əziz və dəyərli izləyicilərim, gözəl xanımlar, yaxın əyləşin. Bugün sizə elə bir peeling deyəcəm ki, bunu bir neçə dəfə demişəm, göstərmişəm, amma yenə də suallar gəlir ki, Məryəm xanım, daha geniş, valla daha geniş, ətraflı deyirəm. Amma bugün üzümdə bir də göstərəcəm açıq-açıq. Məndən olsa əvvəlcə şəklinizi çəkin, əvvəl sonra şəkli düzəldin. Görəcəksiniz ki, üzünüzdə necə dəyişiklik oldu. İlk dəfədən, elə bir dəfədən rəngi açılacaq, ləkələr açılacaq, qırışlar açılacaq, ən çox ləkələr açılır. Bu peelingin adını Hollywood peelingi qoyublar. Çünki internetdə girsəniz görərsiniz. Bütün tanınmışlar, hətta xarici ölkədə Hollywood aktrisaları bu peelingdən eləyirlər. Həqiqətən də bu bir möcüzədir. Bu peeling üçün nə lazımdırsa indi sizə bir-bir göstərəcəm. Çox ucuzdur, amma həyatınızı dəyişəcək. Ona görə ki, insanda o qədər özgüvən yaradır. İlk dəfədən, bir var bir neçə dəfə edəsiniz, bir də var ilk dəfədən görəcəksiniz. Mənim əzizlərim, elə indi takibatım mənə üstə gələk basın. Bu mənim üçün çox vacibdir. Mənim dəyərli bacı qardaşlarım, bunu ancaq sevənlərim edər, şərhlər yazın və belə faydalı videolarımdan daha çox istəyirsinizsə, bilirəm istəyirsiniz, çünki milyonlarla insanlar dualar yazır, dualarınız qarşılıqlıdır. Çoxlu şərhlər yazın, mən isə sizə göstərim bir-bir ən ucuz 1 manat, 2 manat qədəri olan peeling üçün nə istifadə edəcəksiniz və necə istifadə edəcəksiniz. Bu peelingi etmək üçün üzünüzü təmiz-təmiz yuyursunuz. Rəhmətli Siyavuş Aslan demişkən, əynimizdə elə əynimizdir. Yəni makyajımız zadımız olmayacaq. Kalsi xlorid. Bəzən deyirsiniz ki, Məryəm xanım, ekrana qoyacağım şəklini. Deyirsiniz ki, tərs tutursam. Mən tərs tutmuram, düz tuturam. Ekran tərs göstərir. Kalsi qulkanatla səhv salmayın. Kalsi xlorid. Üstünə kalsi xlorid yazılır. Təkrar edirəm, üstünə qoyacağım. Belə şüşədə də olur. Apteklərdən alırsınız. Faizinin, prosentinin dəxli yoxdur, əzizlərim. Belə ampulada da olur. Mən belə ampulada olanını almışam. Baxın, bax belə, yəni su şəklində olur. Və bir də buna lazım olacaq bizim üçün detskaya mığla, yəni uşaq sabunu. Bu mütləqdir. Uşaq sabunu lazımdır ki, tərkibində cürbəcür qatqılar olmasın, yoxsa bu peeling gözəl təsir göstərməyəcək. Bir də ki, pambıq disk, vatni diski deyirlər mənim əzizlərim. İndi getdik sizə göstərim ki, necə edirik. Gözəllərim, sındırdım ampulanı, ehtiyatlı olun ki, üzünüzə batar. Pambığa vururam, təmiz pambığa, üzümüzü təmiz, gözümüzün altını silmədən, qaşımıza vurmadan, bir də göz altımıza vurmadan, təmiz bir qat üzümüzün hər yerini silirik. Burnumuzun üstüdür, çənəmizdir, dodağımızdır, hər yerimizi silirik qaşımızdan, göz altımızdan başqa. Bunu belə sildikdən sonra gözləyirik, quruyur. 3 dəfə edirsiniz, diqqətlə qulaq asın. Çünki çox sual verirsiniz, mən də hamınıza cavab çatdıra bilmirəm. Siz maşallah çoxsunuz əzizlərim, mən təkəm. Bir dəfə vurdum, quruyur, yenidən bir də vuracağım, suluyub bir də vuracağım. Hər yerinə, gözaltı qaşımızdan başqa. Bir də onu deyim ki, yoxlayın, bura vurmamış heç yerinizdə heç nəyi eləməyin. Çünki allergiya verə bilər, pis təsir eləyə bilər. Əgər allergiya vermirsə, boynunuza, dekoltenizə, hətta əlinizin üstünə belə, hansı ki mən eləyirəm, əlinizin üstünə belə edin. Çünki çox gözəl bir şeydir. Bir dəfə vurdum, qurudu, bir də ısladıram, bir də silirəm üzümü adicə kalsi xloridlə. Quruyur, təzdən bir də ısladıram, 3 dəfə silirəm və sonra neyinirik onu göstərim. 3 dəfə vurdum, saxladım əlimə, boğazıma, üzümə, vurdum, qurudu. İndi deməli, baxın, pambığa yenə də bunu vururam. Mənə bir ampula bəs eləyir. Mən bilən böyük ampulada 10 millidir, sizə də bəs eləyəcək. Şüşədə olan da eynidir. Baxın, həmən pambığı bu uşaq sabununa belə sürtürsünüz. Uşaq sabununa, ancaq və ancaq uşaq sabunu olmalıdır. İndi baxın, mənim əzizlərim, sizə bacardıqca yaxından göstərəcəm ki, necə üzünüzdən o ölü dəri deyirlər, o ölü dəri, ay Allah, bilmirəm görürsünüz yoxsa yox, buradan necə burula ölü dəri gedir. Yəni bu üzümü hal-hazırda yumuşam Dov sabunu ilə, təsəvvür edin. Dov sabunu ilə yumuşam və yenə də baxın, görürsünüz mənim əzizlərim, bax, sizin bilmədiyiniz ölü dəri var. Ancaq və ancaq sabuna sürtürsünüz, belə üzünüzə sürtürsünüz. Baxın, üzünüzün göz altınızdan başqa hər yerinizi, bax, belə sürtürsünüz. Görürsünüz mənim əzizlərim. Baxın, bax, sonra bir də eləyəcəm, göstərəcəm sizə. Baxın. Ay, mən kaş sizə bunu çox yaxından göstərə biləm. Bilmirəm, ekran sizə
Göstərə bilir, hə, göstərir. Bax, görürsünüz. Hələ Dov sabunu ilə əlimi sabunlamışam, ha, əlimi, üzümü sabunlamışam. Baxın, üzünüzü, boynunuzu da bax belə əməlli başlatacaq. İndi mən bu quruyacaq üzümdə, bunu təmizləyəcəm. Yenə də başqa bir pambığa kalsiy xloridi vurub bir də bu prosesi təkrar edəcəm. Mənim əzizlərim, bu prosesi 3 dəfə etdim. Pambığı batırdım kalsiyə, sabuna sürtdüm, qaşım olmamaq şərti ilə üzümə və əlimə. Bilmirəm, ekrana çox güman ki görünür buradan çıxanlar. Bax, baxın, məni tanıyanlar bilir ki, mən necə özümə qulluq eləyənəm. Yəni, mən hər gün üzümün qulluğu var. Amma buna baxmayaraq görün, baxın, baxın. Yəqin ki görürsünüz. İnsanın üzünü körpə uşaq üzü kimi eləyir. Hal-hazırda üzümdədir, indi gedib yuyacağım, gəlib sizə bir daha göstərəcəm. Dərim gözlə görüləcək dərəcədə açıldı. Baxın, göz altımla buranın fərqinə. Görürsünüzmü necədir? Möcüzə deyil, nədir bəs bu? Yəni, üzdə saxlamırsınız, mən elə gəlir, balaca uşaqları izah eləyən kimi izah elədim. Sonra gedirsiniz, adi ilıq su ilə yuyursunuz, istəsəniz Dov sabunu ilə yuya bilərsiniz. Bu bir möcüzədir. Baxın, necə rəngim dəyişirildi, siz Allah. Baxın, əlimə baxın yaxından, baxın siz Allah. Nə əlinizdə ləkə olmayacaq, nə qırışlar olmayacaq. Mən yudum, quruladım, Bepantenin mazını vururam üzümə, Bepantenin mazı boynuma, üzümə, kremi yox, Bepantenin mazı aptekdə satılır. Əllərimə isə Nivea'nın bu kremini vururam əllərimə. Baxın, həqiqətən də elə bir dəyişiklik olur ki, insan çaşır qalır. Baxın, baxın, adamın rəngini əməlli başda açır. Yəni, məsləhət bildim ki, bunu bir də həftədə bir dəfə eləyə bilərsiniz. Yenə də deyirəm, allergiyası olana olmaz. Qalan hamı eləyə bilər. 16 yaşdan aşağı eləməsinlər. Bərk-bərk sürtməyin, yoxlamamış. Burada da eləməyinizi məsləhət bilmirəm. Hər bir suallarınıza cavab verdim. Çünki dəfələrlə suallar gəlirdi. İndi isə onu deyim ki, mənim əzizlərim, hələ Məryəm xanımda nələr var. Mən bir diyetolog, nutrisiolog olaraq tək menyular paylaşmıram qruplarımda. Bütün gözəllik sirlərimi, saçınızın gözəlliyi, dırnağınızın gözəlliyi, üzünüzün gözəlliyi, hər şeyi paylaşıram və bir mütəxəssis olaraq qəbz olanları, mənim qruplarım var, ödənişlidir. Bircə dəfə 20 manat ödəyib 1 il qrupumda qalırsınız. İli 20 manata bir dənə məndədir qrup. Bəylər üçün qrupum ayrıdır, xanımlar üçün ayrıdır. Amma bir mütəxəssis olaraq qəbz oluram deyənlərə mən sianadı, aclıq otu, dəvə gözü, magnesulfat dozu və s. və ilaxıra məsləhət bilmirəm. Çünki bilirəm ki, onlar mədə bağırsağınızın mikroflorasını pozur. İmmun sistemimizə də 70% bağırsaqlarımız cavabdeh olduğu üçün normal işləməlidir bağırsağınız. Hər gün saat kimi işləməlidir, amma sağlam həyat tərzi ilə. Buyura bilərsiniz qrupuma. Köpürəm deyənlərə mən bir mütəxəssis olaraq hər gün ara kömür iç, bunları məsləhət bilmirəm. Çünki hər gün onları içəndə mən bilirəm ki, sonra mədə altı vəzni sizə ferment vermir. Aclıq etmək yoxdur qrupumda. Su diyeti yoxdur. Da su diyeti etdirirəmsə, niyə sizdən 20 manat pul alıram? Bəzi diyetologlar, 80% diyetologlar hər ay pulunuzu da alır. Amma sizə su diyeti etdirir. Bütün vitamin, minerallarınız orqanizminizdən çıxır. İmmun sisteminiz zəifləyir və xəstəliklərə qucaq açırsınız. Mənim əzizlərim, ən əsası sizə heç nə satmayacağım. Nə arıqlama çayı, nə arıqlama kofesi, nə arıqlama şokolatı. Çünki onlar çox zərərlidir. İstəyirsinizsə buyurun qrupuma, daha nələr var. Şükürlə oturub şükürlə duracaqsınız mənim əzizlərim qrupu. Çünki belə yönləndirirəm mən. Hamısına bilinçaltı yeritmişəm. Amma nömrəmi sağlamlıq orduma qoşulmaq üçün nömrəmi gərək düzgün yazasınız mənim əzizlərim. Əgər əlavələr etsəniz tapmayacaqsınız WhatsApp nömrəmi. Kətdən, rayondan, şəhərdən, xarici ölkədən, Rusiyadan, hardan yazırsınızsa yazın. Əgər məsləhət bilirsinizsə sağlamlığınıza qovuşmaq üçün bu cürə necə tələffüz edirəmsə o cürə də yaddaşa salın. Üstə gələk 7 901 288 26 94. Mənim əzizlərim, şükürlərinizi bol edin ki, şükürləriniz çoxalsın, şikayətlərinizi azaldın ki, şikayətləriniz azalsın. Sağ olun.